İranda yaşayan bizim dəyərli soydaşlarımız. Əgər xəbəriniz yoxdursa, Azərbaycanı tanımırsınızsa, məndən soruşun. Mən özüm Azərbaycanlıyam. Azərbaycan rejiminin əlindən qaçıb gəlmişəm, diktaturanın əlindən qaçıb gəlmişəm, Fransada yaşayıram, artıq 6 ildir. 3 dəfə sui-qəsdə məruz qalmışam. İlham Əliyevi tənqid etdiyimə görə, korrupsiya faktlarını ifşa etdiyimə görə. Bilmirsinizsə bilin. 10 milyon əhalisi var Azərbaycanın. 10 milyon, 5 milyonu xarici ölkələrdə yaşayır. 2-3 milyonu Rusiyada, 1-2 milyona yaxını ilə Avropada, 200-3 milyon Amerikada, Kanada, dünyanın hər tərəfində səfərdə 5 milyon. 5 milyon əhali də Azərbaycanın daxilində yaşayır, yaşamır, sürünür. Daha doğrusu 4 milyon yarımı acından ölür. 500 min var ki, 500 min Azərbaycanlı var ki, əgər onlar Azərbaycanlı demək olarsa, hakimiyyətdə təmsil olunur. Onlar da klanlardır. Paşayevlər klanı, İlham Əliyevin arvadın klanı, İlhamın özünün klanı, Naxçıvan klanı, Əlinağıyevlər, Vilayət Tevazovlar, Abdullayevlər, Anar Əlsadələr, Rövnəq Abdullayevlər, Adnan Əhmədsədlər, bu klanlar. Ölkənin bütün gəlirlərini bu ailələr yeyirlər. Yəni İranda olan kimi Azərbaycanda uşaq pulu verilmir. Təhsil pulsuz deyil. Tibbi sığorta yoxdur. Amma ən azından İranda övladınız dünyaya gələndə uşaq pulu verirlər. Dövlət sizə yıxılmısınızsa əlinizdən tutub göyə qalxısır. Baxmır ha, siz Azərbaycanlısınız, farssınız, nəsiniz, öz vətəndaş kimizsə qayğı görsədir. İranda dünyaya göz açmısınız onun üçün. Amma Azərbaycanda belə şey yoxdur. Azərbaycanda uşaq dünyaya gələn kimi, uşaq dünyaya gəlməmiş üzə rüşvətini alırlar. Ana bətnində özü roddama girir ki, doğsun uşağı. Doğmamışdan qabaq deyirlər pul ödəməlisən, pul ödəməsən doğa bilmərsən burada. Və bunu da bilin ki, o dedim abi ya 4 milyon yarım Azərbaycanlı ölkə daxilində qalıb. Xəstələndə Azərbaycan xəstəxanalarına inanmırlar, qaçırlar İrana. Bu günləri etiraz etdiyiniz ölkəyə, devirmək, parçalamaq istədiyiniz ölkəyə qaçırlar. Yəni Azərbaycan o qədər də sizin təsəvvür etdiyiniz kimi güllü çiçəkli bir yer deyil. Oturun Təbrizinizdə Allahınıza şükür edin ki, bu günlərin molla rejimi olsa belə sizə ən azından əl tutur, sizə qayğı görsədir. Təbii ki, diktatorlara qarşıyam mən, bütün rejimlərə qarşıyam, sizin haqlıdır mitikləriniz. Nə əldə etmək istəyirsiniz, edin. Amma heç zaman ağlınızdan keçirməyin, gəlib Azərbaycana birləşəcəyik. Azərbaycan öz əhalisinə baxa bilmir, qaldı ki sizə. Allah'ın olsun siz elə minərlər, elə çapallar ki, elə oturarsınız bütün gün 24 saat yalvararsınız ki, tək molla rejimi geri qayıtsın. Bu sözü deyərsiniz. O cəhətdən tarixi səhv etməyin. Keçirək